Lənkəranın Təngivan kəndində yaşayan Minarə Məmmədova 5 il əvvəl həyat yoldaşının adına bankdan kredit götürüb ki, xəstə olan həyat yoldaşının müalicəsinə xərcləyə bilsin. Krediti pensiya ilə qaytarırmışlar. Amma həyat yoldaşı vəfat edəndən sonra pensiyası da kəsilir. İndi tənha qadının vəziyyəti çətinləşib. Mənim heç yerdə gəlirim yoxdur. Mən hardan gətirim, öz yeməyimi tapa bilmirəm. Mən hardan gətirim, krediti verim. Çox xahiş edirəm, mənə köməklik eləyin. Bu getmişəm banka. Mənə deyirlər get Sabizə. Sabizin müdürünlə danış. Onun pensiyasını vursun sən orada. Gedirəm orada deyir yaşın çatmır. Bəs mən nə etməliyəm? Mən hardan gətirim verməliyəm? Mənə gündə kompüter danışır deyir ki, bəs faiz gəlir pulun üstə. Almalar yoldaşım təzə öləndə mənə dedilər ki, ölü kağızını gətir. Mən də getdim. Qonşular gəldilər, kömək elədilər, getdim. Mənə biraz telefonla danışdı, bilmədim kim danışdı. Mən də olduğu ona izah elədim. Vəziyyət bəs belədir. Yarım saatdan çox mənimlə danışdı. Mən dərdimi ona dedim, o eşitmədi. Sonradan mənə dedi, xanım, ölü kağızını qoyur da oldu, çıx get. Mən də getdim, o ölü kağızı qoydum, gəldim evə. Heç 1-2 ay keçməmiş, indi zəng üstə gəlir ki, gətir krediti ver. Mən bilmirəm, 150 manat. Mən ayda heç 5 manat qazana bilmirəm. Mənə deyir, 150 manat gətir ayda ver krediti. Siz bir yerdə zaxsasınız, ona görə vurmuşam səni adva. Yalvarıram da, olmur. Neyim, bilmirəm, dərdimi kimə deyim. Heç yerdə imkanım yox. Saatlı sakini həyətyanı sahəsində kiçik ev tikib ailəsini ora yıxsa da yağan yağış onun həyətinə dolub gölməçə yaradır. Evinin döşəməsi su altındadır. Su idarəsindən isə deyirlər ki, su kanallarını qazmaq üçün ödəniş olunmalıdır. 2 uşaq, bir özüm, ailəm. Bu dənə bu damda yaşayırıq. Bu da bu vəziyyətdə. Su idarəsinə şikayət eləmişik. Sonra kənd nümayəndəliyinə müraciət eləmişik. Biz bu gündük ancaq. Mənə də su idarəsindən deyirlər ki, düş kənddən 24 manatdan pul yığ, bu da mənim toyuğuzdan vəziyyəti. Sən gələk kanalları, su kanallarını qazaq. Bax, bu vəziyyətdəyik. Düzələr də suyun içində. Hamımız bu vəziyyətdəyik. Necə yaşayaq? Bu damda 2 uşağı necə böyüdək? Onun dərdini çəkək. Yoxsa bu vəziyyətdə suyun içində yaşayaq? Necə eləyək, valla bilmirik. İcra nümayəndəliyinə də demişik. Su idarəsinə demişik. Baxan yoxdur. Baxan yoxdur. Bir dənə kərpic evdir, bu da ucu uçurdu. Xahiş edirəm, kömək eləyək. Anar Hüseynov Bakının mərkəzindəki arxitektur binada mənzil sahibidir. Deyir ki, Sabail məhkəməsi Anar Hüseynovun bibisinin iddiası ilə onu övladı ilə birlikdə evdən çıxarır. Atamın rəhmətdən sonra bir soruşluq notariusa hər hansı sənəd var, vəsiyyətnamə, bağışlama, mənzildən imtina. Notarius deyirik, yox. O bir neçə ay qabaq bu mirasdan imtina edib. Biz deyirik, bu miras biz tələb etmirik. Yəni, siz onu çağırmışsınız. Soruşmuşsunuz atamı, mülkün məcəlləsi 1243.2. Atam faktiki qəbul edib bu mənzili, yaşayırdı burada. O deyir, mən onu soruşmamalıyım. İkinci məsələdir. Bibi iddia ərizəsi verib, orada yazılıb 228-ci maddə kompensasiya. Biz yaşayırıq 37 ildən çox, mən yaşayıram bu evində. Uşaq da burada qeydiyyatdadır. Mənzil məcəlləsi 123-cü maddə bizə qoruyur və Konstitusiya Məhkəməsinin fərmanı. Bu qanunsuzluqdur bizə qarşı. Rayon məhkəməsi yazıblar, əmlak saytından informasiya götürürlər. Bu dövlət də saytı da deyil. Yazıblar, 16.000 verin və çıxarın evindən. Bizdə başqa mənzil yoxdur, yaşayış yeri. Bu qanunsuzdur, yəni bu insan hüquqları pozulmasıdır. Uşağın qarşı müdafiə hüquqları pozulmasıdır. Müraciət edirəm, hüquq mühafizə orqanları nəzarətə götürərsiniz bu işi. Çünki rayon məhkəməsi nə istəyir, edir. Mən də bir neçə dəfə məktub göndərdim onlara, fikir vermirlər. Qarşı tərəfdə nə yazır, onu təmin edirlər qanunsuz. Mənsiz məhkəmədə iclas keçirildi. Bu, arendada qanunda yoxdur. Yəni, biz harada küçədə qalmalıyıq, bu insan hüquqları pozulmasıdır. Nənən özəlləşdirmə zamanı mənzili biz razılıq ərizəsi vermişik. Yəni, bizdə ömürlük istifadə hüququ var mənzilin. Bu həftəlik bu qədər. Şikayətlərinizi videoya çəkib bizim WhatsApp nömrəmizə göndərin ki, biz də onları işıqlandıra bilək. Hələlik.